Oğlum evine gelmişik, şehrimizin müzeyi, ananın yanına gelmişim. Anıya deyirəm Allah rəhmət etsin balana, ruh şad olsun, yer beş dilesin deyirəm. Bütün şehitlerimiz. Bugün özümüze bir boş verip her bir ananın, her bir evine gittikçe her şehidimizin, şehit Cizir Polat Əliyevlə şehit kardeşimizin, mən bırakın şəklini böyüdüb və getmişəm evimizi, kardeşimizin ev müzeyinə, anıya təqdim eləməyə. Çok sağ olun. Bugün özümüze bir boş verdik. Onlar şehitdir, şehit kardeşler. Biz de her bir ananın huzuruna, ayağına gitmə özümə böyük bir sizə verirəm. Biz de ana kolayız. Ana Allah bala rəhmət etsin, şad olsun, Allah 25 Allah eləsin. kardeşine rahmet eylesin. Bugün- Bütün şehitlerimize Allah rahmet. Bu şəkili sənə təqdim edirəm, şəhid qardaşımızın ev müzeyinə. İstemem. İstemem. Allah rəhmət eləsin, ruh şad olsun, Allah 25 eləsin, Allah hər bir anıya səbr etsin. Sağlığa kölesin. Bütün canan babalarımıza, yaşlı babalarımıza, hamısına rahmet eylesin. Vətən yolunda gedənlərə, Gel kızım. atasını anasını tənha qoyanlara, Oğul derdi hasta etti sağ canım, sızıldayır yüreğimin her yanı.